xəlvətiliyə qədər də çox sayda Rufaiyyə, Suhravərdiyyə, Burhaniyyə, Kubreviyyə və sair şeyxlər, təriqətlər, sufi məktəblər Azərbaycanda olub. Şirvanşahlar dövlətinin siyasi proqramı xəlvətilik idi. Osmanlı dövlətində də belə, Osmanlı padşahlarının hamısı Çiləxanadan, yəni sufi məktəbindən keçib. Məhəmməd Fatihin də mənəvi rəhbəri Ağşəmsəddindir. Şeyx Molla Yusuf Müşkirinin yetişdirdiyi xəlifə, çox sayda xəlifələrdən biri də olan xəlifə, Qubanın Rük kəndindən Məhəmməd Rükki idi. Osmanlı padşahların böyük əksəriyyəti, istəyir Bayramiyyə təriqət olsun, istəyir Şabaniyyə təriqət olsun, sufi məktəblər olsun, bunların mənbəyi xəlvətilikdir. Qubada pir olmayan yer varmı? Hansı kəndinə getsəniz, yəni köklü kəndlərdən gedir, Qubanın özündə Sultan Baba Rüstəm Baba, Təkəşxi kəndində Baba Məhəmməd Baba, Möhüc kəndində Pir Abdülcəbbar Baba, dağda Həzrət Baba, ondan aşağıda Dədə Günəş Baba. Məhəmməd Çələbi Əfəndinin qəbrinin üstündə yazılıb ki, bu qəbir ərəbcə deyir ki, Hacəl Qəbrül mərhum Hacı Məhəmməd Çələbi Əfəndi İbn Hacı İbrahim Çələbi Əfəndi İbn Hacı Nemətullah Çələbi Əfəndi Qubbə Qulhanı, Qubalı, Qulhan güldanlıq, gül bağçası olan yer. Qubanın adlarından birisi də budur, Qulhan. Qubbə Qulhanı, Əş-Şami, Şamlı, Əl-Əlici, Alıclı. Alıc kəndi o vaxtı mərkəz olub. Elmin mərkəzi olub və bütün Qubanın din xadimləri də Sovet hakimiyyəti illərinə qədər Alıcdan olub. Deməli, Hacı, mən istərdim ki, bu günləri xüsusən 14-16-cı əsrdə bu bizim ərazilərdə, istər Şirvan ərazisi, istər Dağıstan ərazisində əsas xəlvətiliklə bağlı mövcud olmuş bizim təsəvvüf İrfan məktəbi haqqında danışaq. Mən bu yaxınlarda siz əziz ki, ona baxmısınız. Deməli, Rostovda olanda bilirsiniz ki, Pirvahid, Sofikənd, Püstəqasım, Rostov və gedib o yol xanəgahda bitir. Mənə dedilər ki, bəs bu yol elə xalq arasında, el arasında övliyalar yolu kimi deyilir. İndi mən niyə görə sizdən xəlvətilik haqqında məlumat almaq istəyirəm? Yenə deyirəm, bu ərazilərdə əsas təsəvvüf məktəbi xəlvətilik üzərində formalaşıb və Şirvanşahlar dövlətində himayə etdiyi və ideoloji olaraq qidalandığı məhz xəlvətilik olub. Və bizim də bu bölgəmiz, indi biz Qubadayıq, Quba, Dağıstan, Şamaxı ərazisi xəlvətilik, sufi bu fəlsəfi cərəyanının belə deyim, mərkəzidir. Həmin o yolun hekayəsi varmı? Yəni o Pirvahid, 66 övliya, Sofikənd və xanəgah. Bax bu haqda, bu silsilə haqqında. Bismillahirrahmanirrahim. Elhamdülillah. Sallallahu ala seyyidina Muhammedin və ala alihi və əshabi əcmain. 66 evliya Pirvahiddə yerləşir. Hazırda Küşey kəndinin ərazisi sayılır. 66 evliya xəlvəti təriqətinə mənsub deyil. Onlar Ələviyyə təriqətindəndirlər. Həmin o Pirvahiddəki 66 evliyanın orada mövcud olması Qubanı Haput kəndi ilə əlaqədardır. Çünki Qubanı Haput kəndi, olan ləqəb bilirsiniz də, təxəllüsdə Şıx, yəni Şeyx Haputludur. Doğrudan. Bəli. Bütün onların qəbristanlığını mən gəzmişəm. Hamısının başdaşında Şeyx filankəs oğlu, Şeyx filankəs oğlu belə yazılır. Yəni orada böyük bir İrfan məktəbi olub. Baba Dilin Baba o məktəbin rəhbəri olub və Haputdan bir məhəllə, bir qrup cəmaət, bir sufi toplum ki, sufilər özləri gücündə və ya özlərindən daha güclü hər hansı bir şeyx, mürid, tələbə yetişdirdikdən sonra onu özündən ezam eləyirdi. O məzunu özündən ezam eləyirdi.
onu harasa göndərdi və onu göndərib Pirvahidə. Bu dəqiqədə Pirvahidin bir məhəlləsi Haput məhəlləsidir. Və 66 evliya olacaq o Pirvahid çayın bu üzündədir, amma çayın o üzünə keçəndə küçəyi tərəfə orada onların xanəgahı olub. Təsəvvüf mərkəzi olub. Və orada çox sayda evliyalar məqbərələri var. Və onlar da orada öz növbələrində sufi şeyxlər yetişdiriblər. Sufi saf olmaq, yəni mənəvi cəhətdən inkişaf eləmiş insanlar yetişdiriblər. Əlbəttə onlar ezam eləyiblər Azərbaycanın hər yerinə, bəlkə də dünyanın hər yerinə. Bu Sofkəndə də ola bilər, Rustava da ola bilər, Xanəgaha da ola bilər. Amma bu barədə məndə məlumat geniş deyil, amma xəlvəti təriqəti Azərbaycanda Pir Öməl xəlvəti ilə başlayıb. Pir Öməl xəlvəti, ona Piri Əvvəl deyirlər. O Şamaxıda olub və çilə deyirlər. Bir ağacın koğuşunda çilə çıxartıb. Yəni 40 gün ora girir hər hansı bir sufi. Vallahu Teala ibadət eləyir. Hər 10 gündə bir orada bir hadisə, həm orada oruçdur, həm çox zikr eləyir, ibadət eləyir. Mələkləri görəcək, evliyalar ruhaniyyəti ilə ünsiyyət qura biləcək, Peyğəmbərlə İslamı söz soruşub cavab ala biləcək mənəvi bir qabiliyyətə gəlir. Və bu belə deyək də o təriqətin birinci piridir, bəli. Piri Əvvəl. Yəni silsilədə ustazlar çox olur, amma bir üsul, metod qoya biləcək adama o təriqətin imamı, piri deyirlər. Hacı, o Şamaxıda xəlvətiliyin ortaya çıxması, bəli, onun sizcə səbəbi nə idi? Yəni o fəlsəfi dini cərəyanın ortaya çıxması, insanlarla təmas qurulması. Yəni biz hər halda o vaxta qədər İslam dinini qəbulləmişdik. Bəli. Amma bu yenə deyirəm, fəlsəfi dinin cərəyanının yaranmasının səbəbi sizcə nə olub? Azərbaycanda xəlvətiliyə qədər Azərbaycan müxtəlif bölgələrində müxtəlif təriqətlərin müxtəlif böyük şeyxləri olub. Məsəl üçün Şahabəddin Suhraverdi kimi məsələn böyük şeyxlər olub. O Lənkəran istiqamətində məsələn yetişib o böyük şeyx. Azərbaycan belə evliyaların yetişməsi üçün münasib mənəvi yerə, gücə malikdir. Təkcə xəlvətilik yox, xəlvətiliyə qədər də çox sayda Rufaiyyə, Suhraverdiyyə, Burhaniyyə, Kubraviyyə və sair şeyxlər, təriqətlər, sufi məktəblər Azərbaycanda olub. Amma xəlvətiliyin belə deyək də daha çox qalıcı olması, onun mədəniyyətin daha geniş yayılması, Şirvanşahların onları himayə etməsi. Himayə eləməsi. Həm bilirsiniz necə? Necə ki bütün dövrlərdə indi də məsəl üçün dövlətin siyasi proqramı var. Xalqı hansı ideyalar üzərində idarə eləyir. Şirvanşahlar dövlətinin siyasi proqramı xəlvətilik idi. Bu da hansı yolla tətbiq olunurdu bu? Məsəl üçün, indi orta məktəb oxuyur tələbə, sonra 6-cı, 7-ci, 8-ci sinifə gələndə onu təmayüllü bir məktəbə göndərilir. Görürlər ki, riyaziyyat yönümlüdür, ədəbiyyat yönümlü daha qabiliyyəti var, onu istiqamətləndirirlər həmin o sahə üzrə məktəblərə. Bunun kimi də Mollaxananı, mədrəsəni oxuduqda, Mollaxana deyəndə Quran oxumaqdan getmir söhbət. Orada cəbir keçirdilər, həndəsə keçirdilər, ədəbiyyat keçirdilər, coğrafiya keçirdilər. O tələbələrin içərisində mənəvi baxımdan o mədrəsənin mollası, alim, uşaqların mənəvi cəhətdən kimin daha qabiliyyətli olmağını hiss eləyirdi. O tələbələri seçirdi və xanəgahlara göndərirdi. Və xanəgahlarda ustadın nəzarətinin altında xüsusi təlimdən keçirdi.
biraz acılıqla, biraz yoxsuzluqla, bir qədər çox ibadət eləməklə, müəyyən zikirləri təkrar eləməklə gəlirdi müəyyən bir yaşa. Həmin o yaşda o uşağın mənəvi gözü açılırdı. Yəni 6-cı hissi həssaslaşırdı. Əşyanın həqiqətini bilirdi. Kainata baxanda kainatı oxuya bilirdi. Hadisələrin sirrinə vaqif olurdu. Hadisələrin bir-birinin əlaqəsini müəyyən eləyə bilirdi. Və bu minvalla Şirvanşahlar da öz evladlarını mollaxanada təhsil aldıqdan sonra o məktəblərə istiqamətləndirirlər. O məktəblərə qoyurlar. O həm Osmanlı dövlətində də bu olub. Osmanlı padşahlarının hamısı Çilixanadan, yəni Sufi məktəbindən keçib. Və hər bir Osmanlı padşahının da və bizim məsələn Xəlilullah xan Şirvan xanı, necə Seyyid Yəhya Şirvani onun mənəvi rəhbəri olub. Məhəmməd Fatihin də mənəvi rəhbəri Ağşəmsəddindir. Osmanlı dövlətinin qurucusu olan Osman xanın da rəhbəri Şeyx Adabağlıdır. Və bunun kimi yadımda qalanları deyirəm. Bütün o padşahların və onların ailələrinin mütləq mənəvi sufi rəhbəri olub, onlar onlara istiqamət veriblər. Hara yürüşə gedə bilər, müharibəyə hansı tərəfdən gedə bilər, hansı tarixdə çıxa bilər, əşrəf saatlar olub. O saatlarda çıxsa qalib ola bilər və yaxud da padşaha əgər səhv varsa ona səhvini, iradını bildirə biləcək. Və Şirvanşahlar da Pir Ömər xəlvətidən etibarən xəlvəti şeyxlərinin mənəvi gücündən, həm siyasi baxımdan, həm şəxsi fərdi işlərində istifadə ediblər. Və Şirvanşahlar dövlətinin mərkəzinin də zəlzələdən sonra Bakıya köçməsi, Seyyid Yəhya II Piri Sani olan şeyx olan Seyyid Yəhya Şirvaninin də Şamaxıdan Bakıya gəlməsi və Xəlilullah xanın onun bu mənəvi gücündən istifadə eləməsi həmin bu səbəbdəndir. Hacı Quba şeyxlərinin, o evliyalarının Şirvani, Bakuvi də biz belə deyək, olan bir bağlılığı olub da hər bir halda. Azərbaycanın hər yerində Şirvanşahlar dövlətinin təsir gücü harda olubsa, onların rəsmi nüfuz dairəsinin altında olub xəlvətilərin. Yəni bir xanəgahdır düşünün, oranın piri var. Tutalım ki, Seyyid Yəhya Şirvani. O Qarabağdan və sair yerlərdən tələbələr toplayır. Türkiyədən tələbələr toplayır və şagirdləri sufi dərəcəsində inkişaf elətdirir, fənafillah məqamında onları yetişdirir. Yetişdirdikdən sonra onları məzun eləyir. Həmin o Qarabağlı Şeyx Molla Yusuf adında bir tələbəsini də yetişdirdikdən sonra Qubaya göndərir. Və Qubada gəlir, Xaçmazın Şıxlar kəndində, Quba sayılır ora. Yusif Müşkiridən söhbət. Bəli, Şeyx Molla Yusuf Müşkiri Həzrətləri xanəgah qurur. Deməli, acı Şeyx Yusif Müşkiri Qarabağdan gəlir. Yəni buranın yerli adamı deyil. Yox, elə Qarabağlıdır. Və amma yerli adam kimdir? Şeyx Molla Yusuf Müşkirinin yetişdirdiyi xəlifə, çox sayda xəlifələrdən biri də olan xəlifə, Qubanın Rük kəndindən Məhəmməd Rükkidir. O da onun yanında mədfundur, orada dəfn olub. Və onun çox gözəl bir, bildiyimə qədər, təsəvvüf üzərinə bir Quran təfsiri də var imiş. Əlimizdə yoxdur o. Hacı, məzarı indi də Xaçmazdadır, Şıxlarda. Şıxlar kəndindədir, bəli, oradadır. Və yetişdirmiş olduğu bu minvalla tələbələr
Osmanlı dövlətinə qədər gedir. Osmanlı dövlətindəki Osmanlı padşahların böyük əksəriyyəti istəyir Bayramiyə təriqət olsun, istəyir Şabaniyə təriqət olsun, sufi məktəblər olsun. Bunların mənbəyi xəlvətilikdir. Hacı, xəlvətilik hansı İslami fiqhin üzərində? Çünki bizim belə deyək, bu bölgə daha çox şafiiliklə, məktəbi ilə oturuşub da belə deyək. Onlarda necə idi bax xəlvətilikdə? Demək ki, sufilikdə belə bir məsələ var. Götürülən demək ki, sufilik 4 mərhələdən keçir bir şəxs sufi olmaq üçün. Birinci şəriət. Burada mütləq etiqad, əhlüsünnət etiqadı üzərində olmalıdır. Bu bir. İkinci, 4 məzhəbdən hər hansı birisi ola bilər. Şafii də ola bilər, Hənəfi də ola bilər, başqa bir məzhəb də ola bilər. Məsələn, Əbdülqadir Gilani həzrətləri özü Şafii məzhəbindən olub, amma Bağdadda Həmbəli məzhəbi itmək üzrə olduğu üçün yuxu görür, həmin yuxunun üzərinə özü və 10 minlərlə müridi hamısı Həmbəli məzhəbində əməl eləməyə iqtidar edirlər. Amma bizdə bax o şafilikin oturuşması ilə bağlıdır. Alim əsasən Şam və Misirlə tələbə göndərəndə Şama və Misrə gediblər, Əl-Əsər oxuyublar. Şam məktəbi əsasən Şafii məzhəbinin üzərindədir. Sonra da mənim düşüncənim belə bunun üzərindədir ki, alimlər coğrafi məkana görə, sonra tarixi hadisələrə görə və sair səbəblərə görə öz aralarında istişarə eləyiblər. Məsləhət eləyiblər ki, hansı məzhəblə əməl olunsa bu coğrafi məkanda xalq üçün daha rahat və əlverişli olar. Və qərar verilib ki, hər kənd bir məzhəbdə olub arada qarşılıqlı olmasın deyə, məsələn, mən onu bilirəm ki, böyüklərin eşitmişəm, o Nikolay devrində danışıram. Elə kəndlərimiz olub ki, orada 2 məzhəb olub. Şafii və Hənəfi məzhəbi bir-birlərinin ardınca namaz qılmırlar. Bir məsciddə 2 mehrab olub. Yəni belə qarşı durumu olmasın deyə alimlər öz aralarında məsləhət eləyib hansı məzhəb üzərinə əməl etsək yaxşıdır. Məsəl üçün Seyyid Yəhya Şirvani Hənəfi məzhəbindəndir. Doğrudan. Bəli. Amma ondan sonra gələn Qubada olan bütün alimlər, Hacı Məhəmməd Çələbi olmaqla dünya səviyyəsində böyük bir alim, onlar hamısı Şafii məzhəbindən olublar. Yəni artıq Seyyid Yəhyadan sonra olan biz tarixə baxanda görürük ki, bizim Yusif Muskiri də. Bəli, Muskiri də Şafii məzhəbindən olub. Üzr istəyirəm, Hənəfi məzhəbindən olub. Hə, Muskiri Hənəfi məzhəbindən olub. Seyyid Yəhya da Hənəfi məzhəbindən olub. Biz hacı bizim bu bölgədəki həmin o biz deyirik məsələn Afurca seyidləri. Bəli. Onlar Dağıstan ərazisində olan şafiilik. Mən o illər barəsində heç bir şey deyə bilmərəm, yəni orta əsrlər barəsində bizim coğrafiyaçan. Çünki çox belə müxtəlif xəbərlər gəlir. Amma etiqad əhlüsünnət olub və 100 illərdir Şafii məzhəbidir. Zaqatala, Balakən, Dağıstan və Xaçmaz, Quba, bizim bu ərazi, şimal bölgəsi əsasən Şafii məzhəbi üzərində olub. Yəni bir sufinin sufi olması üçün 4 məsələdən hər hansı birisində olması kifayətdir. İlla ki, Hənəfi olmasan, Şafii olmasan bir zərurəti yoxdur. Bu şəriət normalar. Sonra bunun üzərində gəlir təriqət. Təriqət budur ki, hər hansı bir, necə ki, bir insan tələbə diplom işi yazanda o işin rəhbəri olur. Onun sufilikdə yürüməsi üçün mütləq onun aşıqlarda var. Məsələn, ustadnamələr filanlar, mütləq aşığın ustadı olmalıdır onun yetişməsi üçün. Harda ayaq verəcək, hara zilə çıxacaq və s. harda meclisə nə ilə başlayacaq. Bunun kimi də hansı zikirlə başlayacaq, hansı ibadətləri yerinə etəcək, həmin ustad təriqətdə ona yön verir. Buna deyirlər təriqət. Təriqət yol deməkdir, yol getmək deməkdir. Yolu gedən adama da salik deyirlər. Salik yolçudur, süluk o yolda səfər eləmək deməkdir. O salikin də 40 gün çiləyə, xəlvətə girib ibadət elədiyi yerdə suluq deyirlər və ya çiləxana deyirlər. Çilə fars dilində çülə
40 deməkdir. 40 deməkdir. Hə, Biz deyirik çillə. Bəli. O 40 deməkdir. 40 gün çillədə otururlar və müəyyən məqama gəlib çatdıqdan sonra təriqətdə ustazın nəzarətinin altında orada mərifət məqamı hasil olur. Yəni o artıq beyni ilə inanmış olduğu dini ərkana, Allaha inanır, mələklərə inanır, peyğəmbərlərə inanır və s. Qur'an-ı Kərimə inanır. Artıq beynində inanmış olduğu şeylərə qəlbində toxuna bilir, qəlbi ilə görə bilir, onları hiss eləyə bilir. Mələkləri, ünsiyyət qura bilir. Peyğəmbərin hədisi var, deyir ki, şeytan sizin damarlarınızda qan yerinə aylanmasaydı, siz ərşi görərdiniz və mələklərin əllə görüşərdiniz. Yəni həmin məqamı əldə eləmiş olur, mərifət məqamı. Hacı, bizim Xanəgah kəndimiz var. Bu Xanəgah bilirik ki, həmin o danışdığımız kimi o xəlvətilikdə bir mərkəzdir. Yəni bir təlim mərkəzidir. Şeyxlər ora yığışıblar, tələbələri ora yığışıb və orada yəni çiləxana, məscid, yəni ümumi bir kompleks halındadır da. Məsələn, orada bu günləri Xanəgahda Pir İsa Baba biz deyirik. Məsələn, Pir İsa Baba və Pir Hüseyn Baba səhv etməmsə, onların məzarları orada qalır da hazırda. Onlar da həmin o xəlvətiliklə bağlıdır. Mən onların hansı təriqətdə olduğunu bilmirəm. Amma ki, Xanəgah xəlvətilik, sırf xəlvətiliklə əlaqədar bir mərkəz deyil. İstənilən təriqətdə, o cümlə Nəqşibənd təriqətində də Xanəgah ola bilər. Xanəgah odur ki, bir mürid, bir şeyx müridlərini başına yığır, müharibələrə qoşulmamaq üçün, siyasətə bulaşmamaq üçün, xalqdan uzaq durmaq üçün bir şəhərcik kimi orada bağlı bir yer düzəldirlər və özləri ekir, özləri biçir, özlərini idarə eləyirlər və orada xalqın tənəsindən, xalqın etirazından uzaq durmaq üçün orada müstəqil həyat sürürlər. Bəli, orada onların çiləxanaları da olur, mədrəsələri də olur, məscidləri də olur və orada daha sürətlə mənəviyyatı Xanəgahda yetişdirmək olur. Demək olar ki, Azərbaycanın hər yerində o vaxt Xanəgah olub və çox təəssüf ki, qalmayıb. Sovet dövründə dağıltıblar, məsəl üçün Xanəgahını. Şıxmolla Yusufovanın Xanəgahı yoxdur, dağıldı. Harda yerləşirdi Hacı? Şıxlar kəndində, Xaçmazda. Elə Xaçmazda. Bəli, bəli. Məscid də çox yaman gündədir. Allah imkan versin. Hacı, başqa bizim ərazimizdə məşhur o cür xanəgahlar və pirlər. Demək olar ki, xanəgah demək olar ki, bütün kəndlərdə olur. Harda şeyx varsa onun xanəgahı olub. Şeyx varsa xanəgahı olmalıdır. Şeyx harda təlim eləyir? Bəli. Harda müridlərini yetişdirir? O universitet, məktəb hardadır? O müəllimin, o şeyxin yetişdirmiş olduğu mərkəz xanəgahdır. Qaldı ki, pirlər, Qubada pir olmayan yer varmı? Qubanın hansı kəndinə getsəniz, yəni köklü kəndlərdən gedir. Qubanın özündə Sultan Baba Rüstəm Baba, Təkəşxi kəndində Baba Məhəmməd Baba, Möhüc kəndində Pir Abdülcabbar Baba, dağda məsəl üçün Həzrət Baba, ondan aşağıda Dədə Günəş Baba. Hacı, Həzrət Baba məşhur, bizi də ziyarətə gedirlər, xüsusən Quba, İsmayıllı, Şamaxı zonası. Həzrət Baba da xəlvətiliklə bağlıdır. Barəsində bilmiş olduğum şey budur ki, şahın 2 oğlu olub. Bunlar həmin o xəlvətiliyin, sufiliyin mədrəsəsində deyək, xanəgahında yetişdikdən sonra qardaşlardan birisi şahlığa namizəd olduğu üçün, şahlığı davam elətdirməyə, şahzadə olduğu üçün qərar verib. Amma bu qardaş almış olduğu mənəvi zövqdən, xanəgahdakı mənəvi zövq və evliyalığın artıq o mərifət məqamında almış olduğu o mənəvi zövqdən insanlarla, siyasətlə ünsiyyət eləməkdən imtina eləyib və xəlvətlik təriqətinin üsullarından birisidir ki, xəlvətə çəkilmək lazımdır. Və müxtəlif rəvayətlər və onların içinə girmək istəmirəm və bu Həzrət Baba adlandırdığımız Şahdağda orada çiləyə girib və Allahla mənən,
görüşəcək, danışacaq. Mərifət məqamında buluşacaq bir məqamı əldə eləyib və bizdən Ancaq məzar yoxdur orada, hər hansı bir məzar, ziyarətgah yoxdur. Məzar yoxdur, onun məzarı orada deyil. Deyilənlərə görə onun məzarı indiki Şirvan şəhərindədir. Həzrət Babanın, Baba Məhəmməd Kuhi. Onun məzarı orada. Burada isə onun məzarı, burada onun məqamıdır. Çiləyə girmiş olduğu, Peyğəmbər çox hədisləri var bu barədə. Dağlar iftixar eləyirlər onda ibadət eləyən adamlarla. O dağlar onu tərk eləyən mömin adam üçün və ya ölən adam üçün bir-birlərinə başsağlığı verir. Yəni o dağlar, daşların evliyaların xüsusi irtibatları var. Məsələn, necə ki İnnə səfa vəl mərvətə min şəairillah deyir Allah-u Teala. Səfa və Mərva təpələri üçün ki, bunlar Allah-u Teala'nın şüarlarındandır. Və ya Uhud dağı üçün Peyğəmbər deyir ki, Uhud məni sevir, mən də Uhudu sevirəm. Məsələn, Liviyada var dağ, məsəl üçün Lübnan dağı. Məsələn, o da çox evliyaların məqamları var. Ərənlər baba və yaxud da ki, Şalvuz baba, məsəl üçün bizdə ən yaxını, orada Pir Süleyman və s. evliyaların məqamları var. İndi Dağıstan ərazisində düşür, yəni Azərbaycan ərazisidir. İndi Dağıstan ərazisində. Bizim Quba şəhərinin mərkəzində yerləşən mərkəzi qəbirstanlıqda Rüstəm baba. Bəli. O hansı nəsildə, hardandır? Onun barəsində əlimizdə yazılı mənbə yoxdur. Şifahi olaraq o yaşlılardan, böyüklərdən bildiyimiz budur ki, o qəbirstanlıqda dəfn olan birinci zat odur. Quvaya İslamiyyəti gətirən böyüklərdən birisi odur. Ora yığılan, dəfn olunan bütün mərhumlar, mərhumələr onun başına yığılıblar qədimdə. Hətta mənə böyüklər deyirdilər ki, o qədər ona ehtiram eləyirdilər ki, heç 10 metr yaxınına onun cənazə dəfn olunmurdu ehtiramdan. Yəni indi dəfn olur da. Hətta Hacı Məhəmməd Çələbi əfəndi Alıcda yaşayıb, Alıcda ölsə də çox dünya səviyyəsində böyük bir alim olub. 1808-ci ildə ölüb. Baxmayaraq ki, Rus ordusu ilə Şirvanlı Mustafa xan Quba xanlığı ilə müharibə eləyib. O vəsiyyət edib ki, məni Baba Rüstəm babanın yanında dəfn edin. Hacı Məhəmməd Çələbi əfəndini yuyub, kəfənləyib, camaat əlinin üstündə mafəsinə ağ bayraq vurub gətiriblər Qubaya. Onun ölüsünə hörmət əlaməti olaraq müharibəni saxlayıblar, cənazə namazı qılıblar, 3 gün atəşkəs olub, yaralıları, ölənləri meydandan götürüblər, ehsanat veriblər və Baba Rüstəm babanın lab yanında da dəfn eləyə bilərdilər, amma 10 metr kənarda dəfn eləyiblər və Abbasov Bakıdan Gülüstan irəmdə onu orada qeyd edib ki, 10 metr şimalda qəbridir. Onun qəbrini mən araşdırıb tapmışam, batmışdı. Çıxartmışam və düzəltmişam. Hazır mən onda üzr istəyirəm. 20-ci əsrin əvvəlində bu Quba tarixinin etnoqrafiyası əsasında Çələbizadə, Əhməd Əfəndi Çələbizadə bir Əhməd Əfəndi Çələbizadə həmin nəsildə, o nəsildəndir. Əhməd Əfəndi deməli olan əsli hardan yeri? Şamdandır. Çünki Məhəmməd Çələbi Əfəndinin qəbrinin üstündə yazılıb ki, bu qəbir ərəbcə deyir ki, Hacəl qəbrül mərhum Hacı Məhəmməd Çələbi Əfəndi İbni Hacı İbrahim Çələbi Əfəndi İbni Hacı Nemətullah Çələbi Əfəndi Qubbə Qulhanı, Qubalı, Qulhan güldanlıq, gül bağçası olan yer. Qubanın adlarından birisi də budur, Qulhan. Qubbə Qulhanı, Əş-Şami, Şamlı, Əl-Əlici, Alıcılı. Alıcı, indi Qubanın Alıcı kəndi. Qubanın Alıcı kəndi. Alıcı kəndi o vaxtı mərkəz olub. Elmin mərkəzi olub. Və bütün Qubanın din xadimləri də Sovet hakimiyyəti illərinə qədər Alıcdan olurdu. Musa Əfəndi, Əbdürrəhim Əfəndi, Əhməd Əfəndi, Qazi İsa Əfəndi və s. çox mükəmməl onlar. Mən arxivə girdim. Alıcı kəndinin araşdırmasını elədim. O kitabda olan, qeydiyyatda olanlar Axund Əfəndi, Axund Əfəndi, Axund Əfəndi, yəni hamısı təhsilli, oxumuş, mükəmməl insanlar olublar. Məsələn, Hacı Məhəmməd Çələbi Əfəndinin oğlu İbrahim Çələbi Əfəndinin kitabıdır. Astronomi kitabıdır. Planetlərin paradı. Hacı o təhsilini harda alıb? Onlar
Şamda, Məkkədə, Mədinədə. Bir də Hacı, o Rüstəm babanın yanında Ağamir də var. O haqqda məlumat yoxdur. Ağamir baba da seyyid olub, evliyaların böyüklərindən olub. Geniş məlumatım yoxdur barəsində. Hacı, siz də deyirsiniz seyyidlər. Bu hansı seyyid silsiləsidir? Yəni Həzrət Əli və qızı Fatimə silsiləsindəndir, yoxsa bizim, məsələn, biz deyirik Afurca seyyidləri. Onların məsələn digər bizim seyyidlər, məsələn deyək ki, Mirlə başlayan seyyidlər, o həmin o silsilədə nə fərq var? Əgər seyyiddən danışırıqsa biz, o Həzrət Əlinin evladlarıdır bir mənalı olaraq. Da Həzrət Əlinin evladı deyilsə, o yəni Haşimlər sülaləsi. Haşimlərdən isə Əhl-i Beytə daxildir. Bəli. Amma Haşimilərdən olanlar, məsələn, Həzrət Abbasın nəslindən gələnlər seyyid deyillər. Onlar Peyğəmbərimizin əmioğlu ola bilərlər. Bəli. Amma seyyid deyillər. Amma və lakin Həzrət Əlinin evladı, Həzrət Əli, Həzrət Fatimə anamızla evlənib, ondan 2 oğlu olub. Həzrət Fatimənin vəfatından sonra çox evladlar olub. Əbu Bəkir, Ömər, Məhəmməd Hənəfi, Əbəlfəzağa və s. bunlar. Amma Həzrət Fatimədən 2 oğlu olub. İmam Həsən, İmam Hüseyn. İmam Həsən cənabından nəslindən gələnlər şərif deyirlər. Əsasən Afrika istiqamətdə, məsələn Mərakeşdə və s. daha çox şəriflərdir. Amma İmam Hüseynin nəslindən gələnlər, onlar seyyid adlandırılır ki, Həzrəti Cənab-ı Əlinin oğludur İmam Hüseyn, İmam Hüseynin oğludur İmam Səccad, Muhammed Baqir, İmam Hüseyn Zeynalabdin Muhammed Baqir, Cəfər-i Sadiq, Cəfər-i Sadiqin oğlu İmam Musa-i Kazım. İmam Musa-i Kazımın nəslindəndir həm Şeyx Molla Yusuf Müşkiri, bu da onun şəcərəsidir. Və Afurcada Seyyid-Şah Seyyid Kəlağa baba. Onlar bir-birlərində əmioğludular. Yəni 2 nəsil irəlidə bir atadandırlar. Və onlar İmam Hüseynin, İmam Musa-i Kazımın nəslindəndirlər. Amma Dağıstanın Rükel kəndi var. Dağıstanın Rükel kəndində seyyidlər var. Seyyid Hüsaməddin Rükeli. Onda qəbri Türkiyədədir. Amma onlar İmam Həsən Əskərinin nəslindəndirlər. Bu minvalla seyyidlər Həzrəti Cənab-ı Əlinin evladlarıdırlar. Seyyidlərin, bu evliyaların böyük əksəriyyətinin seyyid olmalarının səbəbi təsəvvüf yolunda irəliləmənin Allahla bəndənin arasındakı pərdələrin qalxıb qəlbin Cənab-ı Allahın camalının seyrinə münasib hala gəlməsi seyyidləri daha əlverişlidir. Hacı, sonra xəlvətilikdən sonra yayınlanan səfəvilik də o həmən xəttdir də? Bəli, bəli. Demək ki, yəni Cənab-ı Əlinin silsiləsindən gəlib. Bir Nəşbəndiyyə təriqətidir ki, Həzrət Əbu Bəkirdən gəlir. Eyni zamanda, yəni Həzrət Rəsullahda belə də 2 sifət olub. Bir risalət, bir vəlayət. Risalət peyğəmbərlik və peyğəmbərliyi insanlara çatdırmaq. O Həzrət Əlidə Həzrət Əbu Bəkir daha qüvvətli olub. Peyğəmbər əleyhissalam mağarada Həzrət Əbu Bəkirlə hicrət əsnasında gizləndiklərində Həzrət Rasulullah Həzrət Əbu Bəkirə evliyalıq məqamı verib. O da bunu verib Həzrət Səlmanul Farisiyə. Səlmanul Farisi də verib Qasim ibn Muhammed. Qasim ibn Muhammed bu evliyalıq payını verib İmam Cəfər-i Sadiqə. Qasim Muhammed həm də İmam Cəfər-i Sadiqin babasıdır. Yəni İmam Cəfər Sadiqin anası Fatimə
Qasım Muhammedin qızıdır. Eyni zamanda Qasım Muhammed də Qasımın atası Muhammed Həzrət Əbubəkrin oğludur. Həzrət Əbubəkrin kötürcəsi İmam Cəfər Sadiqin anasıdır. Və eyni zamanda Həzrət Rasulullah evliyalığı verib Həzrəti Cənab-ı Əliyə, Həzrət Əli verib İmam Hüseynə, İmam Hüseyn Zeynalabdin Muhammed Baqi, o da verib Cəfər Sadiq. İmam Cəfər Sadiq risalətlə vəlayəti birləşdirib. Aralarındakı fərq bundan ibarət ki, Həzrət Əliyə Peyğəmbərimiz əleyhissalatü səslə zikirləmək, eşqə gəlmək, cəzbəyə düşmək və s. icazələri verib. Həzrət Əbubəkirdə xacə yoludur. Sakit, sükunətlə, virdləri, zikirləri təmkinlə eləmək və s. yoludur. Və bu minvalla Nəşbəndi təriqəti bu demiş olum tərtibat üzərinə gəlib, amma digər təriqətlərin tamamı Qadiriyyə, Suhravərdiyyə, Burhaniyyə, Kubraviyyə, Çeşdiyyə, Xəlvətiyyə, Kəsnəzaniyyə, məsələn müasir təriqətlərdən, Kərrariyyə, Səfəviyyə, bunların cümləsi Cənab-ı Əlidəndir. Həzrət Əli bunun icazəsini verib İmam Həsən Bəsriyə. İmam Həsən Bəsri icazəni verib özündən sonra gələnlər, məsələn Həbibə Əcəmi idi, Sirrü Səqəti idi, Cüneyd Bağdadi idi və hakeza. Sonra gəlir o təriqətdə hər təriqətin bir imamı Allah-u Teala orada yetişdirir. Cüneyd Bağdadi məsəl üçün bir imamdır. Səfiyyəddin Ərdəbili bir imamdır. Və bu minvalla həmin imamlar təriqətin formalaşır, onlar da özlərinin müridi yetişdirəcək öz üsulları vardır. Hacı, Qubanın şəhəri mərkəzində Hacı Cəfər məscidi var. Onu da deyirlər ki, bir pirin üzərində, yəni bir şeyxin məzarı üzərində tikilib. Orada dəfn edilən övliya, pir barəsində məlumatımız yoxdur. Amma bilirik ki, orada ümumiyyətlə bütün məscidlər müqəddəs neyinsə üstündə tikilir. Allah elə qismət eləyir. Hətta mən Ağ məscidi tikəndə çox yerdə tikməyə çalışdıq, amma alındıra bilmədik. Amma Allah-u Teala bizə istiqamət verdi ki, məsəl üçün Ağ məscidi tikirik. Tikib qurtarandan sonra bizə tamam bir kənddən bir yoldaş dedi ki, Erməni-Müsəlman müharibəsində burada ermənilər Azərbaycanlıları şəhid eləyiblər, müsəlmanları şəhid eləyib. Bura şəhid qanı tökülübdür. O müqəddəsliyin üzərinə tikilib Ağ məsciddə. O cümləni Hacı Cəfər məsciddə. O məscidin yeri pirdir. Bilmirəm, eşitmişsiniz ki, bir maraqlı bir fakta deyim. Sovet dövründə 22-ci ildə məscidlər bağlananda bir müddət Hacı Cəfər məscidini yataqxana eləyiblər. Eşitməmisiniz? Eşitmişəm. Yataqxana eləyiblər. Oranı pərdə ilə bölüblər. Bir tərəfində qızlar, bir tərəfində oğlanlar yatıb. Və orada xoşagəlməz hallar olub. Və bir günləri bu xoşagəlməz hallar çoxalıb. Allah bir güzəşt eləyir, iki güzəşt eləyir. Bir yataqxana deyək, məscid deməyək, bir yataqxana adam gecə ilə dəli olublar. Və ondan sonra oranı bağlayıb ambar eləyiblər. Taxıl ambarı. Bəli, bəli. Yəni oranın yeri məscid olmağı bir müqəddəslikdir. Yerinin pir olması digər bir müqəddəslikdir. Bir də hacı, bizim məişətimizdə bax bu sufiliklə bağlı, o irfanla bağlı hər hansı bir bizim məişətdə, davranışımızda, deyimlərdə nəsə var? Bilirsiniz, var. Biraz artıq başqa cərəyanlar yarandığından həm Sovetin təsiri, həm də pirlərə qarşı bir hörmətsiz, ehtiramsız bir cərəyanlar yaranıb. Yəni onların təsirləri onlar artıq itməkdə, həm də biraz hazırdakı necə deyim, yaşlı nəsil dediyimiz adamlar da vaxtı ilə biraz o məsələləri diqqətə almayan, yaşlıdırlar, ağsaqqallar bir şeylər, amma onlar da öyrənməyiblər və o şeyləri ötürməyiblər. Bəli, bizdə məsəl üçün məişətimizdə mütləq vardır. Bu şərii bir əhkam deyil, amma biz eşitmişik ki, ailəmizdə, öz ailəmizdə misal çəksək, xəmir yoğurulanda bizdə mütləq deyirdilər ki, Bismillahirrahmanirrahim, mənim əlim olmasın, Ayşə Fatma nənəmizin əli olsun.
Allah İbrahim Xəlil peyğəmbərin bərəkətini versin. Bunlar sufilikdən gələn məsəl üçün deyimlərdir. Bir 20-30 il bundan qabağa qədər nənələrimiz var idi. İndi o nənələr daha yoxdular. Mütləq mənada o nənələr, babalar şifahi xalq ədəbiyyatı olaraq hər birisi mütləq mənada bilirdilər Həzrət Babanın oxşamasını bilirdilər. Həzrət Babanın anasıyla bacısı onu axtara-axtara dağlara gedirmiş və getdikdə soruşur. Aman çaylar, canım çaylar, Həzrət balamı gördünüzmü, o bir balamı gördünüzmü? Çay da cavab verirmiş ki, aman ana, canım ana, sənə qurban, özüm ana, Həzrət balamı görmüşük, dünən buradan gəlib keçdi, qusul alıb keçdi. Sonra meşədən soruşur, dünən gəldi, buradan keçdi, bizə salam verib keçdi. Çobandan soruşur, çoban deyir ki, cüt qurbanın kəsib keçdi. Bulaqdan soruşur, buradan dəstəmazını alıb keçdi. Bunu xüsusi avazla, xüsusi yanğı ilə falan onları oxuyardılar. Bu şifahi xalq ədəbiyyatımızda da mütləq bizim istilahımızda var idi. Və yaxud da ki, bizdə mütləq mənada mövludlar var idi. O mövludlarda dünya hər yerində oxuyurlar mövlud. Amma ki, bizdə onu sufilik üsulunda oxuyurlar. Orada cəzbəyə düşmək, rəqs eləmək, evliyaların ruhaniyyətindən istimdad eləmək. Məsələn, Həzrət Babanın özü üçün oxuyur ki, budur minnətim daimə səndən, eşit sözümü can Həzrət Baba. İki cahanda budur minnətim, atma nəzərdən can Həzrət Baba. Axırıncı bizim ustadımız ki, Qələgah Əfəndisi Əbdülvahab Əfəndi olub. Deyir ki, Əbdülvahabdır ustadım mənim, iki cahanda cəlilim mənim. Onun eşqinə günahım mənim, etkinlə güzəşt, can Həzrət Baba. Bunları indi belə şeir bayat üslubunda var yəni. Bəli, oxuyurlar ki, təkcə Həzrət Baba üçün yox, ümumiyyətlə bütün evliyalar üçün o şəkildə oxuyardılar. Bizim yəni həyatımızın mərkəzində sufilik var idi. Mən yenə deyirəm, bir 20-30 il bundan qabaqki kişiləri gördüklərimi deyirəm sizə. O vaxt bilirsiniz ki, Qubada səhər qəbr üstləri var idi. Biz cavan uşaq idi, qəbr üstlərə indi biz ruhani kimi çıxırdıq. Özdə alaqaranlıqda çıxırdıq, hava aratoranlıqda. Qubada belə bir qayda var idi, mütləq mənada. Qadın xeylağı küçə süpürməyi olmaz. Kişilər çıxardılar və hər kəsən öz evinin qabağını süpürərdi, bu bir. İkinci, hər kişi evindən çıxıb işə gedəndə və ya bazara gedəndə qapısından çıxan kimi üzünü tuturdu Həzrət Babaya. Allah-u Teala dua edirdi, Həzrət Baba üçün bir Fatihə oxuyurdu və ayaq götürüb, qədəm götürüb işinə gedirdi. Hər gün və hər qapıda yaşlı adamlar. İndi o yaşlılar vəfat eləyib, bu adətlərimizlə itib gedir. Hacı, təşəkkür edirəm. Best məncə. Xeyləm danışdıq. Allah razı olsun.